Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibəti ilə 550 nəfərlik iftar süfrəsi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elnur Rızayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak ediblər. Mərasimdə əvvəlcə dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə vətən oğullarının, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı naminə qəhrəmanlıqlarından danışıblar. Dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan məmnunluq ifadə olunub. Bugünkü məclisində bunun bariz nümunələrindən biri olduğu vurğulanıb. İftar süfrəsində din xadimləri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs olunub.